Məsələn, tamam ki, dünən sən gələndə mən qapını artıq bağlamışdım. Bu müqayisə yoxdursa, bağlanmışdıma ehtiyac yoxdur, yəni had done-a. Okay? İndi ən vacib hərəkət 3 dənədir. I did, I have done, I had done. I did, I have done, I had done. Bunların fərqini mən izah elədiyim kimi mən izah elə. Ne deyə bilirsənsə elə. Qapını bağladım. Sən burada 3 dənə ingredient var. Ingredient bilsən nədir? Tərkib hissəsi. 3 dənə ingredient var. Hərəkət və onun bitmiş olması, zaman zərfinin bitmiş olmaması, bir də quruluşda 2 hərəkətin müqayisəsi. Sökən də müqayisə baxaq hansında nə var. Bu 3 dənə ingrediyentdən nə var? Bağladım, sadə keçmiş zamandır. Bu yanında yesterday də işlənə bilər, dünən, 5 gün qabaqda işlənə bilər, 10 gün qabaqda işlənə bilər və s. Amma bağlamışam, neyəcəmişam. İndiki zamanın bitmiş hərəkəti. Burada mütləq olmalıdır. Today, this week, this year və s. Bu bitməyən bir zaman aşaması. Amma mışdımı deyirsənsə I had done, onda mütləq müqayisə olmalıdır. Əgər müqayisə yoxdursa, dünən baş verən bütün hərəkətlər I diddir. Dünən getdim, I went. Dünən gəldim, I came. Amma dünən gəlmişdim deyirsənsə, demək müqayisə elədiyim bir şey var. Dünən səndən zəng eləyəndə mən artıq ofisə gəlmişdim. Kopya Azərbaycan dilidir. When you called me yesterday, I had already came to office. Mən artıq ofisə gəlmişdim sən mənə dünən zəng eləyəndə. İki sözlə şərtlədir. Before və when sözləri ilə. Eləməmişdən qabaq, yəni bir hərəkət o birisinə müqayisə edirəm ki, bu ondan qabaq baş vermişdi. Ya da ki, anda, əldə, when. Tamam mı? İndi 12 dənə zamanı demənəm. I do, I'm doing, I have done, I have been doing, I did, I was doing, I have done, I had been doing, I will, I will be doing, I will have done, I will have been doing. I do, I am doing, I do, I am doing, I have done, I have been doing. I did, I was doing, I had done, I had been doing. I will do. Belə istəməm də sürətdən istəyirəm. Sürətlə hələ deyəməyəcəm. Yaxşı, mənə bir dənə yaxşı bir feil denə ki, 3 dənə formasında qaydasız olsun da. Məsələn, deyək come, 3 dənə formasını de.